Salam əziz dinləyicilər, bu gün mən sizə yaradan rubrikasının haqqında çıxış edəcəm. Yaradan rubrikası haqqında çıxış etməzdən qabaq onu demək istəyirəm. Bu yeni bir rubrikadır. Yaradan rubrikasında mövzular tərtib eləmişəm və hər bir videomda bir mövzu üzrə çıxış edəcəm və bu çıxışlarım da birbaşa bədahətən olacaq. Siz təsəvvür edin ki, mən mövzunu deyirəm, ancaq bu mövzu haqqında nələr danışacağım, hansı fikirlər söyləyəcəm, onu bilmirəm. Əlbəttə ki, mövzunu deyirəm, amillər nümayəndəsi mənim mental şüurlarıma kontakt yaradır və həmin mövzu üzrə amillər nümayəndəsi mənə informasiyalar verir və həmin informasiyaları birbaşa bədahətən sizin nəzərinizə çatdırır. Bu yaradan rubrikasını yaratmaqda mənim məqsədim var. Mən istəmirdim ki, belə bir rubrika yaradım, ancaq sosial şəbəkələrdə mənim çıxışlara baxıram. Bu yaradan rubrikası, yaradan haqqında ümumiyyətlə düzgün fikirlər söyləmirlər. Hər biri yaradan haqqında mənim bir informasiya deyir, mən öz fikirlərini söyləyir, öz deyək ki, dərk etdiyi səviyyədə yaradanı bir növ qavrayırlar. Öz deyək ki, kamillik səviyyəsində yaradan haqqında hərə öz fikirlərini söylüyor. Və amillərin nümayəndəsinə dedim ki, bu sosial şəbəkələrdə mənim fikirlər söylürlər. Mən insanlar dini kitablara üz tuturlar. Mən insanlar ilahi qüvvələrdən fikirlər alırlar. Və istərdim ki, bu yaradan haqqında mən də öz fikirlərimi söyləyim. Və bu barədə yəqin ki, amillər nümayəndəsinin yaradan haqqında verdiyi fikirlər insanlar üçün yəqin ki, maraqlı olacaq. Ola bilsin ki, bu amillər nümayəndəsi mənə verdiyi informasiyaları müəyyən deyək ki, məsələn, insanlar, alimlər, yaxud da din xadimləri ola bilsin qəbul etməsinlər, yaxud da o yanışın insanlar qəbul etməsin. Bu onların öz fikridir. Hərə deməli, sosial şəbəkələrdə öz bildiyi səviyyədə, öz dərk etmə səviyyəsində Allahımızı, Tanrımızı necə dərk edirlər, dərk etdiyi səviyyədə çıxışlar edirlər. Mən də belə qərara gəldim ki, elə mən də mənim fikirlər söyləyim yaradan haqqında. Və əvvəlcə o amillər nümayəndəsi köməyi ilə bu yaradan haqqında mənim fikirləri qəbul edəcəm o amillər nümayəndəsinə və sizin nəzərinizə çatdıracağım. Ümumiyyətlə, yaradan özünlə, yəni Tanrı haqqında, Allah haqqında fikir söyləməkdən qabaq mən istəyirəm ki, yaradanın dərgahı haqqında danışım. Çünki burada müxtəlif mövzular var.
Elə birinci bu plan üzrə tutduğum mövzuların birincisi Yaradanın dərgahının quruluşudur. İstəyirəm bu Yaradanın dərgahının quruluşu haqqında öz fikirlərimi bildirim və eyni zamanda bu yəni ki Yaradanın insanlarla əlaqəsi varmı? Yaradanın bəziləri deyirlər ki, ulu tanrımız yeniləcək və belə bir fikirdə söylürlər. Bəzi deyirlər ki, ulu tanrımız insanların əksidir. Belə ki, Allahımız insanları öz simasında yaradıb. Böyle fikirlər söylürlər. Yəni müxtəlif fikirlər səslənilir. İndi mən bu Yaradanın özü haqqında danışmaq istəmirəm hələlik. Yaradan deyəndə Allahın min bir adı var. Əlbəttə ki, Allah min bir adla bir də Yaradandır. Yəni biz Allah da deyirik, ulu tanrı da deyirik, tanrı da deyirik, Pərverdigar da deyirik, yəni Rəbb də deyirik. Yəni belə adlar çoxdur, ilahi də deyirik. Və mən də Allahın min bir adından biri olan Yaradan bir sözünü götürdüm və Allahımızı, Tanrımızı adlanan biri olan Yaradan kimi qəbul etdim və elə rubrikamda adını Yaradan rubrikası yazmışam və söhbət Yaradandan gedəndə və siz bilin ki, mən Allahımı nəzərdə tuturam, Tanrımı nəzərdə tuturam. Mən də Allahım, Tanrımı Yaradan kimi qəbul edirəm. Mövzularım çoxdur və bu mövzular haqqında geniş söhbətlər edəcəm. Təxminən mən sizə deyim, bu Yaradan rubrikasında 27 dənə mövzu yazmışam və bu 27 mövzu üzrə çıxış edəcəm. Mən bu Yaradan rubrikasında tərtib etdiyim planda bu 27 mövzunun adını çəkmək istəmirəm. Və hər dəfə, bugün birinci mövzu haqqında çıxış edəcəm. Hər dəfə öz fikrimi, yeni mövzu haqqında fikirlərimi sizin nəzərinizə çatdıracağım. Birinci növbədə bu Yaradanın dərgahı haqqında fikir söyləmək istəyirəm. Məsələn, müəyyən oyanışlı insanlar deyirlər ki, belə qəbul edirlər də. Yəni, Yaradan dərgahı belə deyək, bizim güney sistemində yerləşir. Qədim mifologiyalarda bu, məsələn, Günəş Allahını Ra adlandırırlar və Günəş Allahı Ra'nı qədim insanlar Allah kimi qəbul edirdi. Əmbə bu Günəş Allahı Ra o deyil ki, o əsl Yaradan deyil. O, Günəşin arxasında yerləşən Nibira planeti, yaxud da Proserpina planetində yaşayan altı ölçülü gündarlardır, yaxud da Hiberonlardır ki, onların rəhbəri Ra adlandırırlar. Və bu, yəni Günəş Allahıdır. Allah vahiddir, təkdir. Allahda şərik qoşmaq olmaz. Və orada bu altı ölçülərin əlbəttə ki, rəhbəri qədim insanlar Günəş Allahı kimi qəbul ediblər və ona Ra adı veriblər. İndi sonra
Bu insanlar ki müəyyən bu 7 ölçülən əlaqə yaratdılar vaxtilə. Bu yer planetinə gələn uçan boşqablar, uçan boşqaba gələn ənaflar özlərini insanlara tanrı kimi göstərdilər və həmin uçan boşqabları insana tanrı kimi qəbul etdilər. Bu qədim sivilizasiyalar ki mövcud olub və qədim sivilizasiya insanları bu 7 ölçülü ənafları tanrı kimi qəbul edirlər. Tanrılar kimi qəbul edirlər. Bax, belə bir məsələ də var idi. Müəyyən insanlar isə deyirlər ki, Tanrının dərgahı kainatın əbədiyyətindədir. Ancaq onu da deyim ki, kainatın əbədiyyətində nurlar yaşayır və nurların da rəhbəri var, ancaq o Allah deyil. Yəni ki, bu yaradan məfhumu, Allah yaxud da Tanrı məfhumu insanlar bir cür dərk edir. Hər bir öz dünyanın dərk etmə səviyyəsində, yəni onların dərk etmə dərəcələri hansı səviyyədədirsə, o cür yaradanı dərk edirlər. İndi bu yaradan haqqında dini kitablarda da var, yəni Quran-Kərimdə də var, Tövratda da var, belə deyək ki, İncildə də var, Zəburda da var, Avestada da var. Və başqa peyğəmbərlər olub ki, onların da risalələrində də bu yaradan haqqında məlumat verilir. Yəni deyirəm ki, mən bu yaradan rübqası çıxışımı Allahımı yaradan adı ilə adlandıracağım və yaradan kimi qəbul edirəm və sizə də yaradan deyəndə bilin ki, bu bizim Allahımızdır, Tanrımızdır. Allahın min bir adından biri də yaradandır. İndi bu yaradan rubrikasında dedim ki, mövzular tərtib eləmişəm. Bu mövzuların da biri yaradan dərgahının quruluşu. Yaradan dərgahının quruluşu haqqında söhbət edək. Əlbəttə ki, bunların hamısının amillər nümayəndəsi mənə deyir. Mən sizə nəzərə çatdırım ki, bu yaradan dərgah haqqında informasiyalar, yəni mənə amillər nümayəndəsidir. İnsanlar bu məlumatları birinci səfər eşidəcəklər. Bu videoda mən yaradan rubrikası videosunda bu barədə söhbət edəcəm və verdiyim sizə məlumatlar hamısı ilk dəfədir. Heç harda yoxdur və ilk dəfə olaraq mən sizə çatdırıram. Ümumiyyətlə, mən vaxtda söhbət elədim ki, kainat, kosmik fəza qaranlıq bir dünya idi. İndi mən danışacağım və amillərin nümayəndəsi mənə məlumat verdi ki, kosmik fəza qaranlıq dünya idi. Bəs bu alfa, beta, gamma, delta zərrəcikləri hardan yarandı? Deməli, bu kosmik fəzanın özü qaranlıq dünya idisə, onun bir anti-dünyası da var idi. Bu anti-dünya haqqında da vaxt gələcək söhbət edəcəm. Anti-dünya nə deməkdir? Kosmik fəza başqa şeydir, anti-dünya başqa şeydir. Məhz anti-dünyanın təsir dairəsində, kosmik fəzada alfa, beta, gamma, delta zərrəcikləri yarandı. Sonra alfa, beta zərrəcikləri deyək ki, birləşdilər, molekula yaratdı. Deməli, gamma, delta zərrəcikləri birləşib, onlar da molekullar yaratdı. Sonra alfa, beta zərrəcikləri molekullar yaradaraq qara materiyanı təzahür edirlər.
gamma delta zərrəcikləri birləşərək qara enerjini təzahür etdikdən sonra qara materiya, qara enerji birləşdi. Qarşı təsir nəticəsində deməli kosmik plazma yarandı. Bu kosmik plazmada yüksək enerjiyə malikdir, yüksək temperatur vardı, ən güclü enerji mənbəyidir və burada gedən reaksiya nəticəsində bu kosmik plazma parçalandı, böyük bir partlayış oldu. İndi məsələ ondadır ki, mən bu antimateriyadan və bu antimateriyalar necə alfa zərrəcikləri, beta zərrəcikləri, gamma, delta zərrəcikləri yaratdılar və necə qara materiya, necə qara enerji yarandı, necə kosmik plazma yarandı və bu kosmik plazma yüksək temperatur yarandı, yüksək enerji təsir dairəsində baş verən reaksiya nəticəsində partlayış oldu və bu kosmik plazma parçalandı. Ən böyük kütlə yaradan dərgahı oldu. Sonra yaradan dərgahı ətrafında 9 məkan yarandı. Ondan da uzaq məsafələrdə makro, mikro kainatlar təzahür etdi. İndi bu informasiyaları mən sizə deyirəm, bu informasiya yenidir. İlk dəfə insanlar bunu məndən eşitir. 7 milyardın içində belə informasiyanı heç kəs qəbul etmir. Yəni 7 milyard üçün mən bu informasiyaları verirəm və ona görə də ola bilsin mənim insanlar mən bu fikrimi qəbul etməsinlər. Çünki onlar dərk edə bilmədiklərini bunları inkar edə bilərlər. Elə insanlar var, deyirlər ki, bu makro, mikro kainatlar yoxdur. Allahın dərgahının 9 məkanı yoxdur. Allahın dərgahı yoxdur. Allahın dərgahı elə bizim kainatın daxilindədir. Belə fikirlər söylürlər. Və hərəsi də özünün ideyasına görə, özünü belə deyək ki, izah verir ki, mən düz deyirəm, mənim fikirlərim düzdür, həqiqətdir, realdır, məntiqə uyğundur. Belə çıxışlar olur, qulaq asıram, baxıram. İndi mən deyirəm ki, axı bu, mən demirəm ki, bu fikirlər mənimdir. Yəni, bəziləri deyir ki, bu mənim fikrimdir, mən dediyim həqiqətdir. Ancaq mən heç vaxt belə demirəm. Mənim deyirəm, bu fikirlər deyil. Bu fikirləri mənə məlumat verən amillərin nümayəndəsidir ki, hansı ki, amillərin nümayəndəsi Allahın dərgahının birinci orbitində fırlanan amillər məkanda yaşayan amillərdir. Və yaradanımız amillərə özünün sirrinin 99%'ni amillərə bəxş edir. Amillər yaradanın 99% sirrini bilir. İndi yəni demək istəyirəm ki, bu sosial şəbəkələrdə çıxışlar, yaradan haqqında çıxışlar müxtəlifdir. İndi ola bilsin ki, mənim bu çıxışımı da insanlar qəbul etməsin. Desin ki, bu məntiqə uyğundur, bu bir fantaziyadır, bu illüziyadır. Qoy belə də olsun. Ancaq mənim qarşımda vəzifə qoyulub. Amillərin nümayəndəsi mənə deyir ki, sən yer planetə bizim səlahiyyətli nümayəndəmizsən. Mən amillərin nümayəndəsi göstərişi ilə bu rubrikalarda çıxışlar edirəm. Yəni, amillərin verdiyim informasiyalar əsasında bu çıxışlar edirəm. Yəni, bu informasiya fikirlər mənim fikirlərim deyil. İndi məndə kommentariyada yazırlar ki, Vurad müəllim, siz qeyri-adi insansınız. Xeyr, mən bilirsiniz, adi insanım, mən də sizin kimi adi insanam. Mənim qeyri-adilim ondadır ki, mən amillərin nümayəndəsi ilə kontakt yaratmışam. Amillərin nümayəndəsi də yaradanın 99% sirrini bilirlər və onlar da öz sirlərindən bir növ deyək ki,
hissə-hissə mərhələ-mərhələ öz sirlərini mənə verirlər. Mən də video çəkərək bütün bunları deməli sizin nəzərinizə çatdırıram. Yəni bu söhbət bundan gedir ki, bu fikirlər mənim fikirlərim deyil, amillərin nümayəndəsinin fikridir. Ona görə də ola bilsin ki, amillərin nümayəndəsinin bu fikirlərini insanlar qəbul etməsin, insanlar dərk etməsin. Ancaq amillərin nümayəndəsi deyir ki, fərq etməz. Sən videonu çək, sən mənim informasiyalarımı insanlara çatdır. İnsanlar qəbul etsə də, etməsə də özləri bilərlər. Ancaq vaxt gələcək, 21-ci əsrin axırlarında ki, orada insanlar yaranacaq, adi insanları, orada insanlar ki, əvəz edəcək. Bu o deməkdir ki, 21-ci əsrin axırlarında qiyamət tamamlanacaq və qiyaməti bir növ tamamlaması ilə bir növ axirət başlayacaq. Axirət başlayacaq. Bəs axirətdə məhz o insanlar yaşayacaq. Qiyamətin sonu adi insanların sonu olacaq. Axirətin başlanğıcı isə adi insanların təməli qoyulacaq. Və adi insanlar, adi insanlar dəyişəcək. Məhz amillərin nümayəndəsi deyir ki, mən sənə verdim bu informasiyalar ki, sən videolar çəksən. Məhz bu videoları gələcəkdə 20-ci əsr axırında həmin o insanlar oxuyacaq, qulaq asacaq sənin videona, sənin informasiyanı qəbul edəcək və bir növ müəyyən informasiyalar onlara istiqamətlənir. Elə rubrikalar var, o adi insanlar üçündür. Elə rubrikalar var, o adi insanlar üçündür. Ona görə də adi insanlar onu fantaziya kimi qəbul etsin. Lap desinlər ki, məntiqə uyğun deyil. Bu bir nağıldır, mifdir, əsatirdir. Qoy elə də qəbul eləsinlər. Sən çıxışlarını elə. İndi mən də ona görə də amillərin nümayəndəsi necə deyir, elə də çıxış edirəm. Bu yaradan rubrikasına, yaradan haqqında fikirlərimi söyləyirəm və insanlar necə qəbul etsin, özləri bilərlər. Bu mənim borcumdur. Bu məlumatları vermək mənim borcumdur. Amillərin nümayəndəsi mənim qarşıma vəzifə qoyub, mən bunu yerinə yetirməliyəm və video şəklində sizə nəzərinizə çatdırmalıyam. İndi burada yaradan dərgahının quruluşu haqqında mövzudur. Yaradan dərgahının quruluşunu heç kəs bilmir. Heç kəs bilmir ki, bu yaradan dərgah quruluşu necədir, hansı formadadır, necə təşkil olunub. Ancaq yaradan dərgahının quruluşunu amillər bilir. Və amillərin deməli verdi mənə informasiya nəticəsində, yəni amillər nümayəndəsinin dediyi məlumatlar əsasında mən fikirlərimi sizə çatdırıram. Siz də özünüz üçün necə qəbul edirsiniz, o sizin öz şəxsi fikirlərinizdir. Və mən bu fikirləri deməliyəm. Siz onu fantaziya kimi də qəbul etsəniz də, məntiqə uyğun olmasa deyə bilərsiniz, məntiqə uyğun deyil. Bu bir nağıldır, mifdir, əsatirdir və s. və s. Bu sizin öz şəxsi fikirlərinizdir, şəxsi düşüncələrinizdir. Mən dedim də, bu yaradan rubrikasını birbaşa mən bədahətlə deyirəm. Yəni, heç bir deyək ki, materiala baxmıram, yazım əsərə baxmıram. Və belə qərara gəldim ki, bu yeni yaratdım bu yaradan rubrikasını, bütün mövzularını yazmışam. Bu mövzuları bədahədə birbaşa sizin nəzərinizə çatdıracağım. Heç bir materiala, heç bir əsərimə baxmadan. Və indi də görürsünüz ki, yəni heç bir əsərimə baxmıram, heç bir mənbəyə baxmıram və bədahədə birbaşa fikirlərimi sizin nəzərinizə çatdırıram. Amillərin nümayəndəsindən aldığım informasiyaya görə yaradanın ki, o kosmik qaranlıq dünyada, kosmik fəzada ki, o kosmik plazma partlayış, böyük partlayış nəticəsində partladı
deməli, böyük kütlələrə, sonra xırda kütlələrə parçalandı və sonra ilk parçalanma anında əlbəttə ki, istər böyük kütlə olsun, istər xırda kütlələr olsun, bunların hamısında belə deyək, onlar yüksək enerjiya malik parçalar idi. Və indi bu kosmik plazma ki, bu iri kütlələr parçaladı. Ən böyük iri kütlə mərkəzdə oldu və bu mərkəzdə olan kütlə təsəvvür edin ki, yaradan dərgahı oldu və yaradan o dərgahından kiçik, biraz kiçik kütlələr onun ətrafında yığıldı. Daha xırda kütləli parçalar isə, kütlələr isə bir qədər uzaqda oldular. Nüvə malik bir kütlələr idi, böyük istiliyə malik, yüksək temperatura, yüksək enerjiya malik kütlələr idi. Və müəyyən bir dövr keçəndən sonra kütlələrdə bir növ enerji itkiləri yarandı və bu enerji itkiləri nəticəsində temperatur da yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə də kosmik kütlələrdə bir növ temperaturun aşağı düşməsi ilə müəyyən materiyanın bərkiməsi prosesləri həyata keçdi. Düzdür, deyək ki, üst qat bərkimə prosesinə uğradı, bərk materiya yarandı. Amma onun alt qatı isə sırf nüvə öz temperaturunu saxladı, öz yüksək enerjisini saxladı. Bir növ yer planeti kimi, yerin deyək ki, neçə təbəqələri var və ən axırıncı təbəqə isə onun nüvəsidir. Və bu yeni təbəqələr haqqında mən sizə çoxlu çıxışlar etmişəm, məlumatlar vermişəm. İndi bax, bu formada da məhz bu yaradan dərgahı bu formada yarandı. Yaradan dərgahı əlbəttə ki, bu kosmik plazma ki parçalayanda bu deyək ki, sferi formada ola bilməzdi, dairə formasında, çevrə formasında mümkün deyildi. İndi biz deyirik ki, məsələn, yer kürə formasındadır. Biz deyirik ki, kainat kürə formasındadır. Makro, mikro kainatlar kürə formasındadır. Yaradan dərgahın ətrafındakı məkanlar da kürə formasındadır. İndi hələ biz bunu belə deyirik. Bəlkə kürə formasında deyil, başqa formadadır. Necə o, bəlkə asteroid formasındadır. Kələk kütüklü çuxurlardan ibarət asteroid formasındadır. Yəni, belə suallar bizi çox maraqlandırır, belə suallar məni çox düşündürür və əlbəttə ki, müəyyən mənada mən aldığım informasiyaya görə, əgər amillərin nümayəndəsi deyək ki, yaradanın 99%-ni bilirlərsə, mən onu qəbul edirəm. Mən şəxsən özüm amillərin nümayəndəsi nədir, o informasiyanı qəbul edirəm və qəbul etdiyim üçün də mən bu videolar çəkirəm və fikirlərimi sizə, dinləyicilərimə nəzərinə çatdırıram. İndi burada söhbət gedir yaradan dərgahının quruluşu. Mən burada belə deyək ki, bu iki mövzu yazmışam. Bir, yaradan dərgahının quruluşu, bir də ikinci mövzum belədir, yaradanın məkanın tamamlanması. Biri var onun quruluşu, bir də var yaradan məkanın tamamlanması. Əlbəttə ki, bu yaradan məkan tamamlanmasında mən sizə onun material hissəsini, atmosferin yaradılmasını danışacağım. Sonra o ki, mən dedim, yaradanın məkanı 3 təbəqədən ibarətdir. Daxili təbəqə, aralı təbəqə və xarici təbəqə. Daxili təbəqədə deyirəm, yaradan özü taxtında oturub,
aralıq təbəqədə sıfır qüvvələri var. Xarici təbəqədə isə vahid qüvvələr. Yəni bu gələcəkdə mən bu sıfır qüvvələrlə də, vahid qüvvələrlə danışacağım. Hətta yaradanın dərgahının deməli arxasında bir növ belə deyək ki, yaradanın dərgahının peykidir. Necə yer planetin peyki var, ay. Məsələn, Mars planetin 2 dənə peyki var, Deimos, Phobos. Yaxud da Yupiterin 2 dənə peykləri var, Saturnun 2 dənə peykləri var, Uranın 2 dənə peykləri var, Neptunun 2 dənə peykləri var. Bunun kimi də yaradan dərgahının özünün də bir peyki var. Həmin o peykdə də, deyək ki, o məkanda da 0-1 qüvvələri yaşayır. Və bunların hər birinin haqqında da mən müəyyən məlumatlar verəcəm. Və bir növ onlar haqqında geniş fikirlər söyləyəcəm. Hər bir yəni ki, bu yaradan rubrikası çox geniş bir rubrik olacaq, əhatəli bir rubrik olacaq. Və bütün fikirlər də birbaşa yaradanla bağlı olacaq. Çünki ona görə də rubrikanı, yaradan rubrikası qoymuşamsa, deməli, fikirlərin hamısını yaradanla başlayacağım, yaradanla da tamamlayacağım. İndi əlbəttə ki, bu yaradan dərgahında yaradan oturub, o dərgahının birinci quruluşundan danışaq. Yəni, yaradan dərgahının quruluşunu haqqında ilk dəfə informasiyaları mən verirəm. Əlbəttə ki, bu Aminə nümayəndəsi mənə deyir, yəni heç bir insan yaradan dərgahının quruluşu haqqında heç nə deyə bilməz. Heç bir məlumatı yoxdur. Bu yeni bir məlumatdır və bu ilk informasiyaları çox şükür ki, mən yer planetində Aminə nümayəndəsi kimi bu informasiyaları dinləyicilərin nəzərinə çatdırıram. Və sizə demək istəyirəm ki, yaradan dərgahı ki, böyük bir kütlə parçası formasında oldu. İndi təsəvvür edin ki, burada müəyyən bu ki, nüvədə ki, bu belə deyək, müəyyən enerji ayrılmalar baş verdi və bu enerji ayrılma kosmik fəzaya parçalandı. Kosmik fəzaya daha doğrusu belə deyək, paylandı. İndi bu enerjilər ki, bu kosmik fəzaya paylananda, burada təsəvvür edin ki, bir növ o nüvədən ki, uzaqlaşdıqca orada bir növ enerjinin özü bir növ temperatür get-gedə aşağı düşməyə başladı və temperaturun aşağı düşməsi ilə təsəvvür edin ki, materiya üzərində temperaturu aşağı düşmüş, enerji azalmış, yüksək enerjidən aşağı normaya düşmüş enerji topaları mövcud oldu. Və bu enerji topaları bir növ o dərgahın deməli, bir növ yuxarı hissəsində müəyyən enerji buludları yaratmaya başladı. İndi belə fikir mövcuddur, yaxşı, bu yaradan dərgahı fırlanırmı? Bu barədə. Yoxsa yaradan dərgahı elə bir sakit formada bir nöqtədə dayanırmı? İndi belə baxanda deyək ki, məsələn, bax bu günəş sistemləridir. Məsələn, planetlər günəş ətrafında fırlanır. Deyək ki, qalaktikalar öz oxu ətrafında fırlanır. Qalaktikalarda deyək ki, kainatın
mərkəzi boyu fırlanırsa, əgər kainatın quruluşu bu cür yaranırsa, deməli, kainatın quruluşu da Yaradanın dərgahının quruluşuna uyğun olmalı. Çünki Yaradan makro, mikro kainatdan fərqli olaraq bizim kainatı öz dərgahının əksi kimi yaratdı. Təsəvvür edin. Yaradan bizim kainatı təsəvvür edin ki, başqa makro, mikro kainatı tamamilə fərqləndirdi. Bizim kainat bütün makro, mikro kainatlar isə yeganədir. Və bunu da əlbəttə ki, Yaradan özü ən sonunda bizim kainatı yaratdı. Və əlbəttə ki, Yaradan özü deyək ki, bizim kainatı məhz öz dərgahının struktur quruluşu əsasında mövcuddur. Düzdür, müəyyən orada fərqlər var. Məsələn, ta ki, bizim kainat deyək ki, 4 rübə bölünüb. Birinci rübdə qalaktika, ikinci rübdə meqaqalaktika, üçüncü rübdə qalaktika, dördüncü rübdə qara materiya, qara enerji yerləşdiyi yuxarıda. Ancaq Yaradan dərgahında belə yoxdur. Ancaq belə deyək ki, formal desək, bütün makro, mikro kainatlardan Yaradanın dərgahı ətrafında fırlanan 9 məkana fərqli olaraq bizim kainat bir növ Yaradan dərgahının struktur quruluşuna uyğun gələn əsas bir kainatdır. Yəni o biri məkanlar, makro, mikro kainatlar Yaradanın dərgahına oxşamır. Ancaq yeganə bizim mikro kainat, çünki bizim kainat mikro kainatdır. Çünki makro kainatlar da var, mikro kainatlar da var. Bizim kainat mikro kainatlar qrupuna daxildir. Makro kainatlar qrupu böyükdür, mikro kainatlar qrupu ayrıdır. Mən sizə makro kainatlar haqqında, mikro kainatlar haqqında söhbət eləmişəm, vaxtda danışmışam və sizin nəzərinizə çatdırmaq istəyirəm. Bax, bu cür söhbətlərdə məqsəd nədir? Yəni, Yaradan əgər bizim kainatı öz dərgahın struktur quruluşu əsasında uyğun yaradıbsa, əlbəttə ki, onlardakı bizim kainatda olan bütün canlıları da, məxluqları da, yüksək şüurları da bir növ özünün bir simvolu əsasında, özünə bir oxşar formada yaradıbdır. İndi mən gələcəkdə bu söhbət gedəndə bu Yaradan necə bu bizim kainatda olan yüksək şüurları necə yaradıb, hansı formada yaradıb, bunların hamısı haqqında yəni çox çıxışlar eləmişəm, ancaq yenə də müəyyən mənada mən fikirlər söyləyəcəm, sizin nəzərinizə çatdıracağım. Yaradanın dərgahı təsəvvür edin ki, sferi formada deyildi. Bizim yer kürəsi kimi sferi deyildi, çevrə, dairə formasında deyildi, yaxud da başqa planetlər kimi, günəş kimi sferi deyildi. Ancaq Yaradanın deyək ki, məkanında atmosfer qatərə yox idi. Yaradanın dərgahı bir növ nüvədən və nüvənin üst deməli bərkimiş bir təbəqəsindən deyək ki, biri var yüksək temperatura maye plazma, bir də var ki, temperaturu aşağı olan bir nazik təbəqəli deyək ki, bərk materiya demək olmaz. Bir növ belə deyək ki, yumşaq təbəqəyə malik bir təbəqə idi. Onu biz nəyə oxşada bilərdik? Mən yumşaq material kimi bir təbəqə kimi qabil edə bilərəm. İndi o materialı necə adlandırmaq mən deyə bilmirəm. İndi məqsəd belə bir fikir söyləməkdir ki, yaxşı, bu əgər bu belədirsə, belə bir haldırsa, bəs bu enerji ki qalxır, o enerjilərin temperaturu aşağı düşür
nüvədəki o yüksək enerjidən fərqlənir və mən enerji buludları yaradır. İndi enerji bu enerji buludlarını yaranması nəticəsində o ki atmosferdəki müəyyən enerji buludları yarandı və bu enerji buludları bir topa şəklində mövcud oldu və təsəvvür edin ki, bir növ bu enerji buludlarının topa şəklində olması insanda belə deyək ki, yəni insan deyəndə təsəvvür edin ki, bu yaradanın dərgahının quruluşunda müəyyən bir təbəqələşmə prosesi baş verdi. Deməli, bir növ elə bir ki, yaradan dərgahı 3 təbəqəli bir proses yaratdı. Yəni, nüvə, nazik təbəqəli, deyək ki, belə deyək də, müəyyən bərkimiş, yəni sərt yox, yumuşaq bərkimiş bir təbəqə. Elə bir ki, o otlaqda ki, insan yeriyir, otlağın üzərində. Elə bir ki, o insan yumuşaq bir yumuşaqlıq hiss edir ki, o çəmənlikdə ki, insan ayaqyalın yeriyir. O çəmənlikdə yerəndə elə bir insan bir yumuşaqlıq hiss edir. Bax, elə bir ki, bu yaradan dərgahının o yumuşaq təbəqəsi elə bir o çəmənlik kimidir. Yəni, üstündə yerəndə elə bir hiss edirsən ki, bir yumuşaq bir çəmənin üstündə yerirsən. Bax, elə bir təbəqəni bax, bu cür qabil etmək olar. Və nəhayət bu, sonra da bu təbəqənin üzərində demirəm, enerji buludları yarandı və bu enerji buludları təsir dairəsi ilə bir növ nüvə ətrafında, nüvə ilə bunlar arasında müəyyən bir reaksiyalar baş verdi. Əlbəttə, ilk reaksiyalar o nazik təbəqə ilə deməli, enerji buludları arasında getdi və nəticədə də bunların təsir dairəsində təsəvvür edin ki, bir növ bir xüsusi enerji yarandı. Bu xüsusi enerji elə təsəvvür edin ki, ətrafı boyu, materiya boyu yayıldı və kosmik fəziyə qalxdı belə və bir növ müəyyən bir hündürlüyə qalxandan sonra bir növ şəffaf bir təbəqə yaratdı. Və ilk dəfə deyək ki, o enerji ki, kosmik fəziyə qalxırdı, o get-gedə, o qaranlıq fəzada o şəffaf bir enerji təbəqə yaratdı və sonra o şəffaf təbəqə o enerjinin bir növ yuxarı qalxması qarşısını aldı və həmin bu enerji yan tərəflərə, yəni deyək ki, sağ və sol tərəflərə istiqamət götürdü. Orada da müəyyən bir şəffaf bir təbəqə yaratdı. Beləliklə də bir növ get-gedə bir kupola yaranmağa başladı. Əvvəlcə bu kupolalar yarım kupolalardan ibarətdir. Sağ tərəfdə bir kupola, sol tərəfdə bir kupola, yuxarıda bir kupola yarandı. Və sonra bu kupolalar yarandan sonra bu kupolalar arasındakı o məsafələr vardı. İndi onları birləşdirmək lazımdır. İndi təsəvvür edin ki, bu enerjinin ki, kosmik fəziyə qalxmasını qarşısı alındı bu kupolalar və burada atmosfer bir növ təbəqəsi
yarandı. Ancaq atmosfer təbəqəsi də müəyyən enerjilər həmin o kupollar arasında ki, o məsafələr vardı. Oradan bir hissəsi kosmik fəzaya gedirdi. Və burada yeni bir reaksiya baş verdi. Atmosferlə deyək ki, materiya arasında müəyyən reaksiyalar baş verdi və reaksiyanın içərisində indi yeni bir enerji yarandı. Bu yeni enerjilər, onlar da müəyyən topa formasında idi. Bu yeni enerjilər bir növ qalxdılar yuxarı, orada kupola qoymadı, yuxarı hissə, yarım kupola. Və bunlar bu iki kupola arasında məsafədə deməli daha da deyək ki, temperaturu itirdilər və bu temperaturun itirməsi ilə, çünki orada bir növ enerjinin başqa bir forması yarandı və bu enerjinin başqa bir forması bir növ orada birləşdirici bir vəzifəni yerinə yetirdi. Bir növ elə bir təsəvvür edin ki, stəkan deyək ki, boşqab qırılır və siz kleylə o boşqabı kleylirsiniz və boşqabı birləşdirirsiniz. Bax, elə bir növ yapışdırıcı qabiliyyətlərə malik olan yeni bir enerji yarandı və həmin o yapışdırıcı qabiliyyətlərə malik enerji həmin o yarım kupolaları deməli birləşdirdi. Və belə də bir növ yaradan dərgahı bir sferik bir formasını aldı. Və bununla da yaradanın deyək ki, dərgahının bu yaradan dərgahının hazırlanması prosesi, yəni ilk hazırlıq prosesləri başa çatdı. İndi təsəvvür edin ki, mən burada mən sizə dedim, iki dənə mövzu var. Biri yazmışam ki, birinci mövzu, indi bu mövzuda çıxış edirəm ki, yaradan dərgahının quruluşu haqqında söhbət etdim. Və ikinci də dedim, yaradan məkanın tamamlanması. Bax, bu yaradan məkanın tamamlanması məsələsini mən indi orada deyəcəm ki, yaradan ki, bu sferik bir forma yarandı və sonra bu yaradanın sferası yaranan sonra orada deməli daxili təbəqə, aralı təbəqə, xarici təbəqə yarandı. İndi bu daxili təbəqə, aralı təbəqə və xarici təbəqənin yaranması haqqında gələn mövzumuza çıxış edəcəm. Çünki o mövzuda deyirik ki, yaradan məkanının, dərgahının tamamlanması. Yəni o daxili, aralı və xarici təbəqənin yaranması prosesləri haqqında deməli gələn videomda sizə məlumat verəcəm, o qədər söhbət edəcəm. Ancaq bugünkü mövzumuz yaradan dərgahın quruluşu haqqındadır. Yəni atmosfer yarandı, təsəvvür edin. Materiya yarandı. Materiya da iki hissədən ibarətdir. Nüvədən bir də nazik, yumuşaq deyək ki, təbəqədən ibarət. Bir də atmosfer. Atmosferin özündə də iki cür təbəqələşmə prosesi getdi. Yəni atmosferin özü də iki cür təbəqədən ibarət oldu. Deməli, belə deyək ki, az enerjili təbəqə və bir də yüksək enerji təbəqədən ibarət. Yəni deyək, aşağı və orta, yaxud da aşağı və yuxarı. Deməli, sferin yuxarısına aşağı atmosfer qatı yarandı. Materiya ilə bu aşağı atmosfer qatı arasında isə yuxarı, belə deyək, atmosfer qatı yarandı. Yəni aşağı atmosfer qatında
enerji aşağı idi. Yukarı atmosfer altında enerji yüksək idi. İndi söhbət məsələ nədən gedir? Məsələ ondan ibarətdir ki, burada bizim məqsədimiz nədir? Bizim məqsədimiz ondan ibarətdir ki, bu Yaradanın dərgahı bu cür formalaşdı. Hələ bu Yaradanımız yox idi. Yaradan mövcud deyildi. Yalnız Yaradanın dərgahı yaranırdı. İndi biz Yaradanın yaranması proseslərindən danışmazdan qabaq, birinci növbədə biz nədən danışırıq? Birinci növbədə əgər məsələn tutaq ki, sən insansan, birinci növbədə yaşamaq üçün nə etməlisən? Ev tikirsən. Özün üçün ev tikirsən, sən ev tikəndən sonra sən o evdə yaşayırsan. Demək, birinci növbədə insan öz yaşayış tərzini qurmaq üçün özünə ev tikir. Özünə şərait yaradır, özünə ev tikir və öz evində yaşayır. İndi burada da əlbəttə birinci Yaradanın dərgahı hazır olur. Yaradan dərgahı tam hazır olandan sonra əlbəttə ki, sonra bizim Yaradan təzahür edir. Yaradan indi təzahürü haqqında hələ mən söhbət etmək istəmirəm və bu proseslər necə keçəcək, yəni bu proseslər necə yaranır, bunlar haqqında mənim müəyyən fikirlərim hələ yoxdur. Yəni necə? Yəni bu Yaradanın dərgahı yaranıbsa və Yaradan özü necə yarandı? Yəni bu bizim üçün böyük möcüzədir. Yaradan necə mövcud oldu, təzahür etdi. Əgər burada deməli bir sferik bir şar formasıdsa, deyək ki, bizim yer planeti kimi bir kürə şəklindədirsə və bu külənin içində canlıların yaranışı necə baş verdi? Belə deyək də, bu canlılar necə yarandı? Canlılar hardan gəldi? İndi belə deyək də, yer planetində bu canlılar nədir? Bu atmosferdə gedən müəyyən reaksiyalar nəticəsində, yaxud da ki, deyək ki, materiyanın atmosfer arasında olan qarşı təsir nəticəsindənmi insanlar, canlılar yarandı? Və bu canlıları yaradan nəsə var? Yəni, insanlar necə yaranıb? Yaxşı deyil, insanlar meymundan yaranır. İnsanlar meymundan yaranırsa, necə oldu Darwin nəzəriyyəsi? İnsanın qanuna meymun qanuna uyğun gəlmir. İndi mən deyirəm, insanların deməli, enlaflar, son boşqapları insan DNK-sını gətirib, yetişdiriblər, insan DNK-sını alırlar, DNK-dan insanı yaradıblar və insan nəslini yer planetində artırıblar. Yaxşı, bunu deyək ki, 70% mental şüur dərisinə malik enlaflar da son boşqapdan gəlib, bu insanları yer planeti yaratdılar. Yəni, xüsusi DNK-la bu insanı yaratdılar. Yəni, o DNK-da məsələn heyvanlar yarandı, başqa məxluqlar yarandı. Bunları demirəm. İndi söhbət burada başqasından gedir. Yaxşı, bunu bildik. Yaradan, insanları və canlıları yaradan enlaflardır. Deyək, 70% mental şüur dərisinə malik olan, deyək ki, yüksək şüurlardır. Bunu qəbul elədik. Yaxşı, bizim bu, axı, Yaradan necə yarandı? Yaradan necə təzahür etdi? Bu bizim üçün bir qarşımıza belə bir sual çıxır. Sual çıxır ki, bu Yaradan necə mövcud oldu? Yaradan haqqında nə fikir söyləmək olar?
Və əsas məsələ, bizi maraqlayan məsələ məhz budur. Bizi maraqlandıran odur ki, yaradan indi o, bilmirəm indi, bu yaradan dərgahı yarandı. Yaradan dərgahı indi gələn mövzunda deyəcəm də, yaradan dərgahın tamamlamasını danışacağım, o 3 təbəqənin yaranması. Və bu, yəni bu yaradan dərgah tamamlandı, yəni tam hazır oldu. Elə bir ki, insan ev tikdi, hazır oldu. İndi insan evinə köçmək istəyir. İndi bu yaradan da dərgahı hazır oldu, quruldu, struktur quruluşu formalaşdı. Müəyyən bir proqram əsasında həyata keçdi, reallaşdı və nəhayət indi məsələ ondadır ki, sonra yaradan orada necə təsərrüf etdi? Məhz nəyə görə yaradan dərgahda təkdir, yeganədir? O Quranda deyirlər, yaradana şərik qoşmaq olmaz. Yaradan təkdir, şəriki yoxdur. Heç kəsə ehtiyacı yoxdur. Yəni yaradan təkdir, ona şərik qoşmaq olmaz. İndi bax, söhbət bundan gedir. Söhbət bundan gedir ki, bu yaradan əgər belədirsə, bu yaradanın bu necə təzahürüdür, necə yaranıbdır? Yəni bizi maraqlandıran budur. Yaradan yaranması haqqında müəyyən informasiyalar hələ biz bilmirik. İndi mən bilmirəm, amillərin nümayəndəsi mənə nə fikirlər söyləyəcək, nə danışacaq. Bilmirəm ki, amillərin nümayəndəsi mənə yaradan haqqında fikir söyləyəcək. Mən heç nə bilmirəm bu dənə. Bilmirəm ki, bu yaradan necə təzahür edir, yəni Allahımız, Tanrımız necə təzahür edib. Bu haqda heç nə deyəm, mənim heç bir məlumatım da yoxdur. Növbəti yəni videolarda yaradan təzahür haqqında əgər video çəksək, onda bədəxətlə amillər nümayəndəsindən birbaşa informasiya alacağım və amillər nümayəndəsi nə informasiya versə, mən birbaşa bədəxətlə sizin nəzərinizə çatdıracağım və sizə amillər nümayəndəsinin informasiyalarını sizə deyəcəm, məlumatları sizə çatdıracağım. İndi hələlik mən burada yaradanın deməli yəni dərgahın strukturundan danışmalıyım, çünki bizim mövzumuz onun struktur quruluşundadır. Müəyyən mənada biz dedik ki, yaradan dərgahı sferi formalıdır. Bəs biz deyirdik ki, bu yaradan dərgahı ya sfer formadadırsa, kürə formasındadırsa, baxı bu materiya kosmik plazma ki parçalandı, böyük bir parça. O bir asteroid forması, kələkötür bir materiya idi də, plazma. Bu necə oldu? Sfer formada oldu. Deməli, məhz o kələkötür dediyimiz o materiya, məhz o sferanın içərisində yerləşdi. Necə? Yer planetində görürsünüz də, atmosferdir, səmadır. Yerdə də, yer səthində isə dağlar, dərələr, təpələr mövcuddur. Dənizlər, okeanlar, göllər və s. Meşəliklər. Və yer planetinin özündə o materik özü sferik deyil axı. Özü müxtəlif deyək ki, sferik olmayan bir materiyadır. Kartada baxsan ki, məsələn, Afrika müxtəlif çıxıntılı bir materiyadır. Amerika onun kimi, Asiya onun kimi yumru deyil axı, sferik deyil. Deməli, belə çıxır ki, məhz o materiya ki, deyək ki, necə yer planetində qitələr kimi, o formada, çıxıntılı formada, elə materiya həmin bu sferanın içərisində qaldı. Belə çıxır ki, onda
deməli o materiyanın özünün alt hissəsi də həmin enerjinin köməyi ilə kupol formasını aldı və o materiya o kupolun, yəni şarın, külənin deməli içərisində qaldı. Necə yer planeti kimi. Elə təsəvvür ki, Yaradanın dərgahı bizim yer planetinin bir növ oxşarıdır. Bir növ bizim yer planetinə oxşar bir formadır. Və görürsünüz, bununla da belə anladıq ki, Yaradanın deməli dərgahı elə bizim yer planetinin struktur quruluşuna oxşar yaranıb. Deməli bizim yer planeti də elə Yaradanın dərgahının struktur quruluşu əsasında deməli mövcud olub. Və ilk dəfə də Yaradanın dərgahı yaranıb, sonra məkanlar yaranıb, eyni zamanda bizim planetdə məhz Yaradanın o dərgahının struktur forması əsasında təzahürüdür. Əziz dinləyicilər, bununla da mən Yaradan rubrikasında birinci mövzu ilə çıxışımı tamamlamaq istəyirəm. Bilirsiniz ki, mənim çıxışlarım indən sonra 1 saat olacaq, düzdür. Bəzən telefon zəngi olur, bəzən də işim olur. Mən 1 saat video çəkə bilmirəm, ancaq şükür ki, bugün 1 saat video çəkdim. Ancaq çalışacağım ki, bütün videolar 1 saat olsun. Və biz burada bugün Yaradan rubrikasında birinci mövzu haqqında çıxış elədik, Yaradan dərgahının quruluşu haqqında. Nə qədər mən informasiya aldım Amila nümayəndəsindən və daha da onları sizin nəzərinə çatdırdım və videomu çəkdim. Hələlik bu qədər. Sağ olun, gələn görüşlərə.